Balıq ləvəngisi hazırlayarkən balığın elimdə tərpənməsinə qorxub şok oldum. Ne ölmesi kardeşim, bayılmışız. Sən demə balıq bayılıbmış. Başlayıram cənub bölgəsinə aid olan zincovullu balıq ləvəngisi hazırlamağa. Qozu, soğanı və qaynanamın göndərdiyi zincovulları hamısını blenderdən keçirdirəm. Soğanın acı suyunu çıxardıb zincovulları da əlavə edib 2 xörək qaşığı turşu, duz, istiot da vurub içliyi qarışdırıb hazır edirəm. Və indi isə balığın üzərinə çəkmək üçün sos hazırlayıram. 1 çay qaşığı turşu, duz, duru yağ, istiot, mayonez, sarı kök və 2 xörək qaşığı da su əlavə edib qarışdırıram. Və burada olanlar oldu. Balıq tərpənməyə başladı. Tərpənir. Allah tərpənmək deyil bu. Bildim elə nəsə olacaq buna. Bura bax. Atır burası. Nihat görsən? Mama niye balık tuttunuz? Balık indi üzülür. Balık üçün üzülürəm mən. Yan sakit ol. Burasına baxın. İndi hoppana da yuxarı. Hoppam çıxmaz. Burada artıq yoldaşımı köməyə çağırıram. Yoldaşım da mənlə zarafat edilmiş, mən də ciddiyə almışam. Nəysə, ürəklənib balığı soslamağa başlayıram. Balığın hər iki yüzünü və iç hissəsini də soslayandan sonra içlik ləvəngini qoyuram. İndi xanımlar deyin görün, balıq ləvəngisi yoxsa toyuq ləvəngisi sevirsiniz? Mən toyuq ləvəngisini daha çox sevirəm və burada balığın qulaq hissələrinə də qoyuram ləvəngidən. Və balığın qarın hissəsinə isə diş çöpü belə keçirmişəm. Siz istəsəniz iynə sapla tikə bilərsiniz. Balığın üzərində soslayıb sobaya bişməyə qoyulur. Və budur, artıq balıq ləvəngimiz hazırdır. Burada da ləvənginin necə bişdiyini göstərirəm. İnanın ki, zincovulun ətri bütün evi bürümüşdür. Məndən bu qədər. Hazırlayan hər kəsə nuş olsun. Hələlik.